Salam əziz şagirdlər, bugünkü dərsimiz idmanda uduzanda nə edək mövzusundadır. Sevdiyiniz və daim izlədiyiniz idmançı varmı? Əlbəttə ki, var. Onun həyatı, xarakteri haqqında nə bilirsiniz? Yarışlara qatılmağı sevirsinizmi? Məğlub edəndə nə edirsiniz uşaqlar? Və yaxud da məğlub olanda nə edirsiniz? Gəlin mətnimizə diqqətlə baxaq, mətnin məzmunundan artıq tanışsınız. İdmanda uduzanda nə edək? Əvvəla onu bilmək vacibdir ki, hər kəs nədəsə uduzur və idmanda hansısa yarışı uduzmaq normaldır. Mənim idman karyeramda uduzduğum yarışlar çox olub. Məktəbdə oxuyanda heç də həmişə qalib gəlmirdim. Amma iştirak etməyi sevirdim və həmişə növbəti yarışda daha yaxşı nəticə göstərmək üçün var gücümlə çalışırdım. İlk böyük yarışıma 12 yaşımda çıxdım və ikinci oldum. Mən dilxor olmuşdum. Dilxor olmaq da normaldır. Bu o deməkdir ki, sən həqiqətən əlindən gələni etmək istəyirsən. Deməli, bunun üçün potensialın var. Yadda saxla, qalib gəlməməyiniz heç də həmişə uğursuzluq deyil. Qarşına hədəflər qoymaq daha vacibdir. Yarışdan və ya məşqdən əvvəl mən məşqçimlə oturub məqsədlərimi yazıram. Nə qədər qaçmaq istədiyimi və ya necə yarışacağımı dəqiqləşdirirəm. Yarışda neçənci yer tutmağın heç bir fərqi yoxdur. Məşqçimlə birlikdə qoyduğum məqsədə çatmışamsa, bu artıq böyük nailiyyətdir. Əgər diqqətini hədəflərə yönəltsən, getdikcə nəticən də yaxşılaşacaq. Bu məsələni də bilməlisən. Qələbə bir göz qırpımında qazanılmır. Sən çox çalışmalısan. Məşq zamanı xüsusilə xoşlamadığın hərəkətləri daha çox təkrar etməlisən. Məsələn, mən qaçanda çoxlu dövrələr etməliyəm. Bu, bəzən çox darıxdırıcı olur, amma bilirəm ki, bunlar mənim daha sürətli qaçmağım üçün vacibdir. Əsl məğlubiyyət məşqlərdə və yarışlarda bacardığından az əmək sərf etməkdir. Çünki bu zaman özünü aldatmış olursan. Bunu da unutma. İdmandan zövq almağa çalış, çünki zövq almadığın işdə qalib ola bilməzsən. Uşaqlar, mətndən tanış olduq. İndi isə düşün və cavab ver rubrikamıza gələk. Bu mətni yazmaqda müəllifin əsas məqsədi nədir? Fikrimizi əsaslandıraq. Bizə verilmiş fikirlər bunlardır. Həyatında baş vermiş hadisəni nəql etmək, rast gəldiyi varlığı təsvir etmək, mövzu ilə bağlı fikir yürütmək, faktlara əsaslanaraq elmi məsələyə aydınlıq gətirmək. Amma doğru cavabımız budur. Mövzu ilə bağlı fikir yürütmək. Demək, bir idmançının həyatındakı uğurlarını nəyə borclu olduğunu, uduzanda, məğlub olanda necə hərəkət etdiyini bizə çatdırdı və bu mövzu ilə bağlı fikir yürütdü. Növbəti tapşırığımız, uşaqlar, bu mühakimə idi. Mühakimə nədir? Müəyyən məsələ ilə bağlı irəli sürülən fikirdir. Bəzi mətnlərdə müəllif problemlərlə bağlı öz mövqeyini, baxışını ifadə edir. Yəni, mühakimələr yürüdür. Belə mətnlərə mühakimə xarakterli mətnlər deyilir. Bax, bugün bu mətn də mühakimə xarakterli mətn idi və siz tanış oldunuz. Növbəti tapşırığımız, müəllif mətnin başlığında qoyulan suala necə cavab verir uşaqlar? Bu sualla bağlı öz fikirlərinizi, sözlərinizi ifadə edərsiniz. Sual necə idi? Uduzanda nə edirik? Müəllifin fikirləri ilə razısınız uşaqlar. Bəs siz suala necə cavab verə bilərsiniz? Ümumiyyətlə, siz də idmanda uduzanda çoxmu depressiyaya düşürsünüz və yaxud da yenidən qalib gəlmək üçün hansı cəhdləri edirsiniz? Növbəti tapşırığımıza baxaq. Mətndə göy rənglə verilmiş cümlələri oxuyun. Bu fikirlər arasında bir uyğunsuzluq var. Gəlin bunları şərh edək. İlk böyük yarışıma 12 yaşımda çıxdım
və ikinci oldum. Mən dilxor olmuşdum. Növbəti cümlədə isə yarışda neçənci yer tutmağımın heç bir fərqi yoxdur. Gördüyünüz kimi fikirlər burada qarşılaşdırılmışdı. Çünki birində dilxor olmuşdu, birində isə heç bir fərqi yoxdur deyə artıq öz fikrini bu cür ifadə edir. Uşaqlar, bu uyğunsuzluğu belə şərh edək ki, o dilxor olsaydı başa düşür ki, artıq ən böyük məğlubiyyəti üzərinə götürmüş olurdu. Çünki insan nədənsə həvəsdən düşəndə onda irəliyə yol qalmır. Çünki o uğursuzluqlar üst-üstə toplaşdıqca o artıq əzmkarlığını itirmiş olur. Qələbəyə inam və özünə inam həmişə idmançının ən böyük vəzifəsindən biri olmalıdır. Növbəti tapşırığımız Kelly Holmesun mühakimələrinə əsasən müəllif haqqında nə deyə bilərik? O kimdir? Nə ilə məşğul olur? Mətn parçasını Kelly Holmesun fikirləri ilə əlaqələndirək. Kelly Holmes 1970-ci ildə İngiltərədən anadan olub. 12 yaşından yüngül atletika ilə məşğul olmağa başlayıb. 13 yaşında 1500 metr məsafəyə qaçış üzrə Böyük Britaniya çempionu olub. Bir çox beynəlxalq yarışlarda iştirak edib, lakin uzun müddət qalib ola bilməyib. Yalnız 2004-cü ildə 34 yaşında Afinada keçirilən Olimpiya oyunlarında həm 800 metr, həm də 1500 metr məsafəyə qaçış üzrə çempion olubdu. Uşaqlar, Kelly Holmes idmana gəlişindən neçə il sonra beynəlxalq yarışlarda ciddi uğur qazanıbdı. Bu fakt onun yazdığı mətndəki hansı fikri təsdiq edir? O, 12 yaşından idmanla məşğul olmağa başlayıb və ən böyük uğurlarını isə 12 il sonra, yəni 34 yaşında əldə etmişdi. Sağ olun, gələn dərslərimizə qədər. Salam əziz şagirdlər, indi isə idmanda uduzanda nə edək mövzusunun ev tapşırıqları ilə tanış olaq. Birinci tapşırığımız. Kelly Holmesun haqqındakı mətnlərin planından istifadə edərək məzmunu genişləndirib fikirlərinizi yazın. Birinci plan. Karyeranın başlanğıcı. Burada siz Kelly Holmesun idmana necə başladığını və ilk uğurlarını təsvir edə bilərsiniz. Məşhur qalibiyyətlər. Kelly Holmesun qazandığı önəmli yarışları qeyd edərsiniz. Üçüncü, çətinliklər və qələbələr. Kelly Holmesun qarşılaşdığı çətinlikləri və bu çətinlikləri necə aşdığı haqqında yazarsınız. Dördüncü, təlim və məşq. Kelly Holmesun istifadə etdiyi təlim metodları və günlük məşqləri haqqında məlumat verə bilərsiniz. Və ən sonuncu, idmançının həyatı, yəni onun motivasiyaları və hobbiləri haqqında yaza bilərsiniz. Növbəti tapşırıq. Mətnə aid hansı sualın cavabı yoxdur? Cavabları əsaslandırın. Məktəb illərini necə xatırlayır? Uzun illər qalib ola bilməməyin səbəbi nə idi? Harada anadan olub? 34 yaşında hansı qələbələri qazanıb? Neçə yaşında 1500 metrə qaçış zamanı çempion olub? Növbəti tapşırığımız. Kelly Holmesun xarakterindəki xüsusiyyətləri əsaslandırın. O, özünə inamlı, çalışqan və planlı biri idi. Amma bunları əsaslandıracaqsınız. Mətnin hansı hissələrində siz bunun şahidi oldunuz. Sağ olun əziz şagirdlər, gələn dərsimizə qədər.